Salam, hər vaxtınız xeyir olsun. Bugün siyahılardan danışacağıq və yaxud listlərdən danışacağıq deyə bilərik. Qeyd edim ki, lövhənin bu tərəfi bizim üçün kodlarımızı yazacağımız hissədir. Digər tərəf isə RAM pəncərəmizdir. Burada isə kodları icra etdikdə əks olunacaq nəticələri qeyd edəcəm. Gəlin başlayaq. Əvvəla, siyahı, yəni list nədir? Deyirik ki, list müəyyən sayda sərbəst yerləşən elementlərdən ibarət bir data strukturudur. Və Pythonda listləri ifadə etmək üçün kvadrat mötərizələrdən istifadə olunur. Yəni yazıram, tutaq ki, belə bir siyahımız olsun. ls və elementləri də olsun, tutaq ki, 2 5 1 7 və 3. Integer tipə sahib elementlərdən ibarət bir siyahımız var. Amma qeyd edim ki, Pythonda siyahılarda, yəni listlərdə vacib deyil ki, elementlərin tipi eyni olsun. Yəni buna paralel şəkildə göstərirəm. Ola bilər ki, bir siyahının içində həm float, həm integer, həm string tipdən element yerləşsin. Tutaq ki, bu bizim olsun A simvolumuz, bu olsun bizim integerimiz. Bu olsun bizim float dəyərimiz. Tutaq ki, mənfi 5.2. Sonra ola bilər olsun bizim, tutaq ki, true dəyərimiz. Yəni, boolean tipdən bir dəyər. Və bunu davam etdirə bilərik. Tutaq ki, ola bilər hətta siyahının içində başqa bir siyahı da yerləşsin. Bu da mümkündür. Yəni deyirik ki, Pythonda siyahının elementləri eyni tipdən olmağa məcbur deyil. Müxtəlif tipdən elementlər də bir siyahıda yerləşə bilər. Deyəcək ki, indi necə ki, stringlərdən danışanda qeyd eləmişdik ki, stringin elementlərinin indeksləri var. Siyahıda da bu keçərlidir. Yəni siyahının elementlərinin də eyni şəkildə indeksləri var. Və deyirik ki, müsbət indeks olaraq 0-dan başlayır sol tərəfdən, artır və mənfi indeks olaraq isə axırıncı elementin mənfi indeksi olur mənfi 1 və bu azala gedir. Yəni mənfi 2, mənfi 3, mənfi 4 və mənfi 5 olmaqla. Gəlin biz müsbət indeksi qeyd edək və bunun üzərindən izah verək. Deyirəm 0, 1, 2, 3 və 4 olacaq bu elementlərin indeksləri. İndi biz müəyyən bir indeksdə dayanan siyahı elementinə müraciət etmək üçün nə deyəcəyik? Sadəcə qısa şəkildə qeyd edəsək, deyəcəm ki, print ls siyahısının indeksi, tutaq ki, 3 olan elementi. Bu kodu icra etdikdə ekranda əks olunacaq olan nəticə olacaq 7. Yəni həqiqətən də ls siyahısının indeksi 3 olan elementi nədir? 7 simvoludur. Və yaxud buna paralel nə deyə bilərəm? ls siyahısının indeksi mənfi 1, mənfi 2. Mənfi 2 olan elementini ekrana çap et deyə bilərəm. Bu da yenə nəticə etibarilə bizə 7 dəyərini verəcək. Çünki həqiqətən də 7-nin mənfi indeksi mənfi 2-dir. Bundan əlavə biz slice anlayışından danışa bilərik. Azərbaycanla tərcümə edəcək, kəsik. Deyirik ki, print ls. Amma deyirəm ki, ls siyahısının müəyyən bir hissəsi mənə lazımdır. Tutaq ki, indeksi 1 olan elementdən, qoşa nöqtə qoydum, indeksi 4 olan elementə qədər olan hissəni ver mənə. Bu mənə nəticə etibarilə nəyi çap etmiş olacaq? Ekrana siyahı çapa verdim. Diqqətli olaq. 5, 1 və 7. Deyirik ki, bitmə dəyərini, yəni indeksi 4 olan elementi almayacaq. Çünki Pythonda bitmə dəyərini almır ifadələr. Bunu əvvəlki mövzulardan da qeyd eləmişdik. Bundan başqa, paralel olaraq nə deyə bilərik? Yəni burada göstərək. Deyə bilərəm ki, ls siyahısının yenə başlama indeksini verməsəm başdan başlayacaq və bitmə indeksini verməsəm belə deyək. Bitmə indeksini də verməsəm sona kimi gedəcək. Və bir dənə də qoşa nöqtə qoyub 3-cü parametr olaraq, 3-cü dəyər olaraq addımı qeyd edə bilərik. Deyirik ki,
tutaq ki, 2-2 addımlasın desəm, başdan sona kimi 2-2 addımlayanda 2, 1 və 3 dəyərlərini belə deyək, özündə saxlayan bir siyahı verəcək bizə. Addımla isə belə deyək, -1 desəm, bu isə nə edəcək? Bu siyahımızı tərsinə çevirmiş olacaq. Yəni reverse deyə bilərik bunu. Reverse prosesi getmiş olacaq. Yəni nə dedim, başdan sona kimi addımlasın, amma -1 addımı ilə nəticə etibarilə 3, 7, 1, 5, 2 formasında bir siyahı verəcək bizə. Yəni bu tərsinə çevirmək üçün icra edə biləcəyimiz bir prosesdir. Yəni qeyd elədik ki, qısaca üçüncü dəyər addımı ifadə edir. Daha sonra siyahılarda unpacking prosesindən danışa bilərik. Burada hal-hazırda 5 dənə element var. Ona görə 5 dənə dəyişənlə ifadə edəcəm bunu. A, B, C, D və Y dəyişənləri. Deyirəm ki, bu dəyişənlərə mənimsət LS siyahısının elementlərini. Bu zaman A dəyişəni uyğun olaraq 2, B dəyişəni 5, C dəyişəni 1, D dəyişəni 7, Y dəyişəni isə 3 qiymətlərini mənimsəmiş olacaq. Yəni, nə elədik? Sadəcə LS siyahısının elementlərini sol tərəfdəki dəyişənlərə belə deyək, payladıq. Bu unpacking prosesidir. Tərsi prosesi necə göstərə bilərik? Deyirəm ki, tam olaraq tərsi deyil, sadəcə burada LS-i müəyyən elementlərə parçalayırdıq. İndi isə siyahıları cəmləməyi görəcəyik. Buna da concatenation prosesi deyirik, siyahıların cəmlənməsi. Deyirəm ki, LS varımızdır. LS2 adlı bir siyahım olsun. Bu siyahıda da ifadə edirəm nə? Deyirəm, bu 2 dənə siyahının cəmi olsun. 1, 2, bu birinci siyahım, plus tutaq ki, 3, 4. Bu ifadənin nəticəsi olacaq nə? Komment sətrində qeyd edeyim bunu. Bu ifadənin nəticəsində LS2 dəyişəninin qiyməti olacaq 1, 2, 3 və 4 dəyərlərini özündə saxlayan bir siyahı. Yəni, nə elədik? Cəm işarəsi sayəsində, toplama işarəsi sayəsində 2 fərqli siyahını bir-birinə birləşdirmiş olduq. İndi isə eyni prosesi bir metod vasitəsilə icra edəcəyik. Deyirəm ki, bir dənə L1 siyahım olsun. Siyahımın da elementləri olsun 1 və 2. Paralel olaraq eyni nümunəni göstərirəm ki, başa düşmək rahat olsun. 1 və 2 oldu deməli dəyişənlərimiz. Daha sonra bir də deyirəm L2 siyahım olsun. Bunun da elementləri olsun nə? 3 və 4. İndi baxın. Extend deyə bir metoddan danışacaq. Extend metodu nə iş görür? Metodu tətbiq elədiyimiz siyahıya metoda parametre olaraq verdiyimiz siyahını birləşdirir. İndi deyəcəm ki, L1 metoduna, daha doğrusu L1 siyahısı nöqtə extend daha sonra parametre olaraq buna L2 siyahısını göndərirəm. İndi baxın, biz bilirik ki, metod nədir? Metod bir obyektə və yaxud bir klasa aid olan funksiyadır və metodları istifadə etmək üçün əvvəla istifadə edəcəyimiz dəyişənin adını yazırıq, daha sonra nöqtə qoyuruq, daha sonra istifadə edəcəyimiz metodu yazıb mötərizələrini qeyd edirik. Əgər mötərizə daxilinə dəyər vermək lazımdırsa, bu dəyəri də veririk. Deyirik ki, extend L1 siyahısını L2 siyahısı vasitəsilə genişləndirəcək. Yəni, nəticə etibarilə L1 siyahısının qiyməti nə olacaq? Burada göstərək. Nəticə etibarilə bu prosesdən sonra L1-in qiyməti olacaq bu formada. 1, 2, 3 və 4. Yəni, nə elədi? L1 siyahısını L2 siyahısı vasitəsilə genişləndirdi. Başqa cür desək, bu iki siyahını bir-birinə birləşdirmiş oldu. Bu da extend metodunun belə deyək, işləmə prinsipidir. Eyni şəkildə biz bunu concatenate prosesi ilə də əvəz edə bilərik. İndi isə davam edək bəzi siyahı metodları ilə və siyahının elementlərini dəyişmək haqqında da danışaq. Deyirik ki, siyahının elementlərini indekslərlə müraciət etməklə dəyişə bilərik. Yəni,
Nə deməkdir bu? Tutaq ki, mən burada 1 yox, 9 olsun istəyirəm. Onda nə deyəcəm? Deyəcəm ki, LS siyahısının indeksi 2 olan mövqeyinə mənimsət nə? Tutaq ki, deyəcəm 9. Bu zaman nə baş verəcək? LS siyahısının 2 nömrəli indeksindəki qiymətin əvəzinə gəlib 9 mənimsətmiş olacaq. Və nəticə etibarilə əgər siyahını ekrana çap eləmək istəsəm, deyəcəm print ls. Bu zaman ekrana belə bir nəticə görsənəcək. 2, 5, 9, 7 və 3. Yəni, siyahının olduğu kimi elementlərini çap elədi, amma diqqətli olaq, biz burada müəyyən bir dəyişiklik eləmişdik. 1 yox, 9 dəyərini burada əvəz eləmişdik. Və nəticə etibarilə ekranda belə bir nəticə əks olunmuş olacaq. Deyirik ki, siyahının elementlərini çap etmək üçün, tutaq ki, mən ekrana çap eləyəndə istəyirəm ki, mötərizələr və vergüllər olmasın. Yəni, normal şəkildə aralarında boşluqla çap etmək istəsəm, onda deyəcəm ki, print bir dənə ulduz işarəsi qoyuram və daha sonra yazıram ls. Bu zaman siyahının elementlərini aralarında boşluq simvolu olmaqla ekrana çap etmiş olaram. Yəni, elementlər üzərində müəyyən bir dəyişiklik olmur, amma sadəcə ekranda əks olunanda aralarında boşluq və belə deyək, kvadrat mötərizələr olmadan ekranda əks olunmuş olacaqlar. Yəni, bundan da istifadə edə bilərsiniz. Daha sonra dedik ki, siyahıya element əlavə etməkdən danışacaq. Deyəcəm ki, ls siyahısına element əlavə etmək üçün append deyə bir metoddan istifadə edə bilərik. Nə deyirəm? ls.append Daha sonra mötərizə açdım, bağladım. Nə deyirəm? ls siyahısına əlavə et. Nə əlavə etsin? Tutaq ki, belə deyək. Hər hansısa bir qiymət yaza bilərik. Burada yazıram 8. Bu zaman nə baş verəcək? Append metodu necə işləyir? Deyirik ki, append metodu siyahının sonuna bir element əlavə eləyir. Yəni, 8 dəyərini gətirib siyahının sonuna əlavə etmiş olacaq. Və nəticə etibarilə bizim siyahımızın axırıncı elementi olacaq 8. Əgər burada belə deyək, siyahını ekrana çap etmək istəsək və yaxud bu formada göstərə bilərəm. Nəticədə siyahımız olacaq belə. 2, 5, 9, yadınızdasa bu dəyişikliyi etmişdik əvvəldə. Daha sonra 7, 3 və 8. Nə baş verdi? Siyahının sonuna 8 dəyəri əlavə edilmiş oldu. Append metodu nə edir? Müəyyən bir siyahının sonuna element əlavə edir. Bu birinci üsulumuzdur. İkinci üsulumuz nə olacaq? İkinci üsulumuz insert metodu vasitəsilə olacaq. Deyirik ki, ls.insert yazdığımızda insert metodu müəyyən bir indeksə müəyyən bir element əlavə edir. Yəni, 2 dəyər qəbul edəcək insert metodu. Deyirik ki, birinci dəyər indeks dəyəri olacaq. İkinci dəyər isə əlavə etmək istədiyimiz dəyər olacaq. Yəni, deyəcəm ki, siyahımıza tutaq ki, 4 qiymətini insert et. Diqqətli olaq. Hətta bunu string olaraq deyim ki, daha rahat görə bilək. Deyirəm, 4 dəyərini, 4 stringini və yaxud 4 elementini siyahıya əlavə et. Burada isə qeyd edirəm nəyi? Hansı indeks nömrəsinə əlavə edəcəyini. Yəni, tutaq ki, bunun indeksi 0-dır. Bunda 1, 2, 3. Tutaq ki, deyirəm ki, 3 nömrəli indeksə əlavə etsin bu dəyəri. Yazdım burada 3. Nəticə etibarilə siyahım olacaq bu formada. Diqqətli olaq. 2, 0 nömrəli indeksdə dayanan element 2-dir. 1 nömrəli indeksdə dayanan element 5-dir. 2 nömrəli indeksdə dayanan element 9-dur.
Nəhayət 3 nömrəli indeksdə dayanan element normalda 7 idi. Amma mən nə dedim? Dedim ki, 3 nömrəli indeksdə dayanan element olsun string tipdən 4. Bu zaman nə baş verəcək? Siyahının bu elementləri bir mərtəbə, bir indeks sağa sürüşmüş olacaq və nəticə etibarilə burada olacaq 4 və daha sonra 7, 3 və 8 dəyərləri ardıcıl formada yerləşəcək. Deyirik ki, insert metodu müəyyən bir indeksə müəyyən bir element əlavə edir. Sözsüz ki, sonuna əlavə etmək istəsək, nə yazarıq? Tutaq ki, bunun indeksi 0, 1, 2, 3, 4, 5-dir. Mən əgər sonuna əlavə etmək istəsəm, bunu bu formada göstərə bilərik. Sonuna əlavə etmək istəsəm, yazarım ls.insert. Yenə tutaq ki, 4 dəyərini insert edəcəm. Bu dəfə hansı indeksə əlavə eləmək istəyirəm? Nə dedik? 0, 1, 2, 3, 4, 5, 6 nömrəli indeksə əlavə etmək istədim. Və nəticə etibarilə sonuna əlavə etmiş olarıq. Yəni, bu yazdığımız append-ə bənzəyir. Çünki sonuna əlavə elədi. Amma dediyimiz kimi, insert 2 dənə parametr qəbul edir. Birincisi indeks dəyəridir, ikinci isə əlavə edəcəyimiz dəyərdir. Deməli, bunlar siyahının elementlərini dəyişmək, siyahıya yeni elementlər əlavə etmək və siyahının elementlərini səliqəli formada çap etmək üçün istifadə edə biləcəyimiz üsullardır. Deməli, siyahıya element əlavə etməkdən danışdıq. Gəlin, indi tam əksi prosesdən, yəni siyahının elementlərini silməkdən danışaq. Deyirik ki, yenə belə bir siyahımız var, stabil qalıb. Siyahının elementlərini silmək üçün müxtəlif metodlardan istifadə edə bilərik. Bunlardan birincisi olsun, deyək ki, remove metodu. Amma remove metodunun daha ətraflı istifadəsini göstərmək üçün əvvəla ls siyahısının elementləri üzərində dəyişiklik edəcəm. Deyirəm, ls siyahısının yenə indeksi 2 olan elementini əvəzlə tutaq ki, 5 dəyəri ilə. Nəticə etibarilə bizim siyahımız ekrana çap olunsa, print ls desəm, ekranda əks olunacaq olan nəticə olacaq bu formada. 2, 5, 5, 1, yoxsa 7, 3. Düzümü? Bu dəyərlər ekranda əks olunmuş olacaq. Və mən indi nə etmək istəyirəm? Remove metodu vasitəsilə müəyyən bir element silmək istəyirəm. Deyirəm ki, ls.remove daha sonra mötərizə açdım, bağladım və nəyi qeyd edirəm? Silmək istədiyim dəyəri. Tutaq ki, deyirəm, bu siyahıdan 5 dəyərini sil. Və daha sonra ekrana yenə siyahımızı çap etmək istəsək, print ls dedim. Ekrana əks olunacaq olan nəticə olacaq bu formada 2, 5, 7 və 3. Diqqətli olaq, 5-lərdən biri silinmiş oldu. Hansı 5 silinmiş oldu deyə soruşsaq, sözsüz ki, belə deyək, soldan başlayaraq elementlərə baxır remove və soldan başlayaraq qarşısına ilk çıxan elementi silir. Yəni, qısacası, buradakı 5 əslində silindi. Və 2 dənə 5 yazmağımız səbəbi nə idi? Remove yalnız qarşılaşdığı ilk dəyəri silir. Yəni, qarşılaşdığı ilk 5-i silmiş olacaq. Bu remove metodunun iş prinsipidir. Daha sonra biz pop metodundan istifadə edə bilərik. Deyirəm ls.pop. İndi pop metodu nə iş görür? Bəs deyirik ki, pop metodu siyahının axırıncı elementini silir. Pop metodu nə iş görür? Siyahının axırıncı elementini silir. Nəticədə siyahımız hansı formada olacaq? Diqqətli olaq. 5-i də burada silmişdik. 2, 5 və 7 formasında olacaq. Yəni, pop nə iş gördü? Siyahının axırıncı metodunu silmiş oldu. Və qeyd edim ki, pop metodu geriyə dəyər qaytaran bir metoddur. Yəni, geriyə dəyər qaytaran bir funksiyadır. Yəni, bu nə deməkdir? Mən pop metodunu hansısa bir dəyişənə mənimsədə bilərəm. Tutaq ki, k dəyişəninə deyirəm mənimsət. ls
siyahısının axırıncı metodunu, axırıncı elementinə daha doğrusu, nəticə etibarilə K dəyişəninin qiyməti, belə deyək, əgər mən bu sətri icra etdikdən sonra bunu yazsam, K dəyişəninin qiyməti olar 7 və 7 buradan silinmiş olar. Bu formada deyirik ki, pop geriyə dəyər qaytaran bir metoddur. Daha sonra qeyd edə bilərik delete açar sözünü, daha doğrusu del açar sözünü qısa formada belə yazırıq. Del. Deyirəm ki, müəyyən bir elementi silmək istəyirəm. Bu zaman həmin elementin yerləşdiyi siyahını və həmin elementin yerləşdiyi indeksi qeyd etməliyəm. Yəni, konkret şəkildə delə deməliyəm ki, get filan elementi sil. Bunu da necə deyəcəm? Deyəcəm ki, tutaq ki, hal-hazırda siyahımız bu formadadır. Düzümü? Pop etdikdən sonra en son. Siyahımız bu formadadır. Gəlib mən deyərəm ki, del ls siyahısının indeksi 0, 1, indeksi 1 olan elementini sil deyərəm. Bu zaman sözsüz ki, siyahı hansı formada olacaq? Siyahı bu formaya gəlib çıxacaq. 2 və 7 dəyərlər olacaq burada. Bu da del metodunun işləmə qaydasıdır. Deyirik ki, del metodu, daha doğrusu del açar sözü, del açar sözü nə edir? Gedir, müəyyən bir elementi silir. Amma mən təkcə elementi yox, siyahının müəyyən bir hissəsini də del vasitəsilə silə bilərəm. Yəni, bura spesifik bir element vermək əvəzinə deyərəm ki, filan aralıqdakı ifadəni sil. Onda nə deyərəm? Yəni, buranı bir qədər dəyişək. Deyirəm ki, del ls 1, daha sonra qoşa nöqtə qoydum, 0, 1, 2 idi, düzdürmü? 1-dən 3-ə kimi olan hissəni sil desəm, bu zaman sözsüz ki, bitmə dəyərini almır. Gələcək bu hissəni, yəni bu slice'ı və yaxud kəsiyi siyahıdan silmiş olacaq. Və nəticə etibarilə siyahımız yalnız 2-dən ibarət olaraq qalacaq. Bu formada. Bu da delete metodunun, belə deyək, del açar sözünün daha doğrusu işləmə qaydasıdır. Bundan əlavə biz deli sadəcə siyahı üçün yox, müəyyən dəyişənlər üçün də istifadə edə bilərik. Necə? Tutaq ki, bizim belə deyək, hər hansısa bir t dəyişənimiz olsun. Burada qeyd edəcəm bunu artıq. Bu əlavə bir qeyd kimi götürə bilərik bunu. Deyirəm ki, t dəyişənimiz olsun, qiyməti olsun, tutaq ki, bu siyahı da ola bilər, hər hansısa bir başqa tipdən dəyər də ala bilər. Tutaq ki, 4, 7, 3, belə bir siyahıdır. Diqqətli olaq, yazıram ki, del t. Nəticə etibarilə nə baş verir? Sadəcə, ümumiyyətlə, belə deyək, kompüterin yaddaşından t dəyişəni silinir. Və mən əgər aşağıda bir yerdə t dəyişənini istifadə etmək istəsəm, tutaq ki, yazmaq istəsəm print t, bu errordur. Deyəcək ki, undefined. Undefined error deyəcək. Bunda səbəbi ondan ibarətdir ki, biz nə elədik? Del açar sözü vasitəsilə t dəyişənini ümumiyyətlə kompüterin yaddaşından silmiş olduq. Qeyd edeyim ki, yenə də burada t dəyişəninin qiyməti siyahı olmaya da bilər. Hər hansısa bir digər fərqli qiymətləri də ala bilər. Tutaq ki, olsun qiyməti 3 və yaxud olsun qiyməti string tipdən a və yaxud olsun qiyməti tutaq ki, hər hansısa bir boolean tipdən dəyər. Yenə də nə edəcək? Həmin elementi kompüterin yaddaşından silmiş olacaq və nəticə etibarilə t deyə bir dəyişəni kompüter Python tanımayacaq. Bu del metodunun başqa belə deyək, cür istifadəsidir. Bundan əlavə clear metodundan da danışa bilərik. Clear metodu nə iş görür? Siyahının içindəki bütün elementləri silir, amma siyahı olduğu kimi qalır. Bunu da bu formada göstərirəm. Hər hansısa bir L siyahımız olsun. Qiymətli də olsun, tutaq ki, eyni formada 4, 7,
3. Clear metodu nə iş görəcək? Yazıram L.clear. Clear metodu siyahının içindəki elementləri silir. Yəni nəticə etibarilə siyahımız olur bu formada. İçində heç bir element qalmır. Amma mən yenə də L dəyişənindən istifadə edə bilirəm. Niyə? Çünki konteyner yaddaşında hələ də L dəyişəni var. Amma del açar sözündə necə idi? Konteyner yaddaşından o dəyişəni ümumiyyətlə silmiş olurdu. Bu da clear və delin belə deyək, paralel şəkildə istifadəsinə nümunədir. Bunlar siyahıdan element silmək haqqında danışacaqlarımız idi. İndi isə keçək siyahı üzərindəki digər metodlara. İndi isə davam edirik digər metodlarımızdan. Növbəti danışacağımız metod count metodudur. Bu metod bizə stringlər mövzusundan tanışdır. Deyəcək ki, count metodu nə iş görür? Müəyyən bir iterable üzərində müəyyən bir belə deyək, dəyəri sayır. S dəyişəninə deyirəm, mənimsət. ls1.count ls1.count tutaq ki, 5-ləri saymaq istəsəm, deyəcəm 5. Və nəticə etibarilə belə deyək, S dəyişəninin qiyməti olacaq 3. Çünki həqiqətən də ls1 siyahısında 1, 2, 3 dənə 5 dəyəri var. Və ekrana S dəyişəninin qiymətini çap edəsən, ekrana X olacaq olan nəticə olacaq 3. Yəni, belə deyək, ls1 siyahısında bu dəyərdən 3 dənə var. Count metodunun biz qeyd eləmişdik ki, əlavə 2 parametri də var. Yəni, ümumilikdə 3 parametr alır. Və növbəti 2 parametri isə hansı aralıqda, belə deyək, sayma prosesini yerinə yetirəcəkdir. Biz deyirik ki, tutaq ki, 5 dəyərini say və aralıq olaraq qeyd edirəm ki, 2 nömrəli indeksdən 5 nömrəli indeksə qədər olan hissədə. Sözsüz ki, bitmə dəyərini almayacaq və nəticə etibarilə S dəyişəninin qiyməti, yəni burada yazaq, S dəyişəninin qiyməti olacaq, yazıram ekrana çap et, print S. Nəticə etibarilə ekrana çap olunacaq olan nəticə olacaq 2. Niyə? Çünki 2 nömrəli indeksdən 5 nömrəli indeksə qədər olan hissədə 5 simvollarının sayı, 5 ədədinin sayı daha doğrusu 2 dənədir. Bu, count metodunun işləmə qaydasıdır. Daha sonra danışacağıq növbəti indeks metodundan. İndeks metodu nə iş görür? Deyirəm ki, T deyə bir dəyişənə mənimsədək. Tutaq ki, bunu da ikinci siyahı üzərindən göstərim. ls2.index. Deyirik ki, indeks metodu birinci verəcəyimiz dəyəri müəyyən bir siyahının içində axtarır və tapdığı halda soldan başlayaraq axtarır, qeyd edeyim ki, tapdığı halda həmin dəyərin indeksini bizə qaytarmış olur. Tutaq ki, deyirəm, ls2 siyahısında D simvolunu axtar. Və nəticə etibarilə T dəyişəninin qiyməti olacaq bu formada. Gəlin baxaq. Print T. İndi nə edəcək indeks metodu? Soldan başlayaraq axtaracaq T simvolunu. 0, 1, 2, 3. 3 nömrəli indeksdə T simvolu ilə qarşılaşıram. Həqiqətən də ekrana əks olunacaq olan nəticə olacaq 3 dəyəri. Qeyd edeyim ki, eyni count metodunda olduğu kimi biz indeks metodunda da başlama, bitmə dəyərlərini qeyd edə bilərik. Yəni, mən paralel şəkildə bu formada yazsam, ls2 siyahısı nöqtə indeks, tutaq ki, deyirəm, A simvolunu axtarsın. Amma hansı indeks aralığında axtarsın? Tutaq ki, 0, 1, 2, 3, 4, 1, 4 aralığında axtarsın desəm, nəticə etibarilə bu ifadə, belə deyək, bizə buradakı A simvolunun indeksini return etmiş olacaq. 0, 1, 2. Yəni, bu ifadənin qiyməti olacaq 2. Çünki 1-4 aralığında, yəni bu hissədə
A simvolu ilə biz burada qarşılaşırıq və bu dəyərin də indeksi nədir? 2-dir. Bu indeks metodunun işləmə qaydasıdır. Daha sonra növbəti qeyd edəcəyik reverse metodunu. Reverse metodu nə iş görür? Deyirəm ki, reverse metodu siyahının elementlərinin düzüldüyü sıranı tərsinə çevirir. Yəni siyahının elementlərini tərsindən düzür. Bunu da necə göstərə bilərik? Deyərəm ki, ls1 nöqtə reverse və nəticə etibarilə ls1 siyahısının elementləri tərsindən düzülmüş olacaq. Və mən desəm ki, print ls1 ekrana əks olunacaq olan nəticə olacaq bu formada. Diqqətli olaq. 5, 7, daha sonra 5, 5 və 2 formasında. Nə deyirik? Siyahının elementlərini tərsdən düzdür. Reverse sözünün hərf tərcüməsi də tərsə çevirmək deməkdir. Bu da reverse metodunun işləmə prinsipidir. Daha sonra danışacağımız metod sort metodudur. Gəlin sort metodunu hər iki siyahıya tətbiq edək və necə işlədiyini görək. Deyirəm ki, gəlin burada yazaq, tam yerləşsin. ls1 nöqtə sort mütərizasını bağladım. Daha sonra bir də bunu tətbiq eləmək istəyirəm. ls2 siyahıma ls2 nöqtə sort. İndi diqqətli olaq. Sort metodu siyahının elementlərini kiçikdən böyüyə doğru düzür. Yəni artan sırayla düzür. İndi ls1 siyahısının elementlərini yenə ekrana çap edəsəm. Print ls1 desəm və bir də çap eləmək istəyirəm ls2 siyahısının elementlərini. Print ls2 deyəcəm və nəticə etibarilə ekranda 2 dənə dəyər əks olunacaq. Gəlin baxaq. Deyirik ki, birinci siyahının elementlərini biz artan sırayla düzsək nə olar? 2, 5, 5, 5 və 7. Düzümü? Bu ekrana əks olunacaq olan birinci nəticədir. Yəni ls1 siyahısını sort etdikdə kiçikdən böyüyə düzdükdə bu ifadə alınacaq. Amma ls2 siyahısını sort elədikdə, yəni kiçikdən böyüyə düzdükdə diqqətli olaq, hansı proses baş verir? Əlifba sırası ilə kiçikdən böyüyə düzülmüş olacaq. İndi biz simvollar üçün kiçikdən böyüyə ifadəsini nəyə əsasən deyirik? Deyirik ki, ASCII və yaxud Unicode cədvəlindəki belə deyək, kodlarına əsasən bunları müqayisə edirik. Və ASCII cədvəlində belə deyək, A simvolunun, kiçik A simvolunun kodu belə deyək, kiçik C simvolunun kodundan kiçikdir. Yəni A-dan Z-ə doğru ASCII kodları və yaxud Unicode kodları artır. Və nəticə etibarilə ən kiçik koda sahib kiçik hərfimiz olacaq A hərfi. Onda kiçikdən böyüyə düzürüksə, ikinci siyahımız da A, C və D formasında düzülmüş olacaq. Yəni kiçikdən böyüyə bu formada düzülmüş olacaq. İndi nəyi qeyd etmək istəyirəm? Deyirik ki, sort funksiyası əlavə bir dəyər olaraq, parametr olaraq reverse deyə bir parametr alır. Bunu da necə görə bilərik? Deyirəm ki, tutaq ki, gəlin bu formada göstərim. Bunu sildim. Deyirəm, ls2 siyahısını sort elə və sortun reverse parametrinin dəyəri də qeyd edeyim ki, default olaraq kiçikdən böyüyə düzdür və reverse-ün dəyəri default olaraq false-dur. Əgər mən gəlib buna true desəm, diqqətli olaq, nəticə etibarilə ls2 siyahısının elementlərini kiçikdən böyüyə düzmüşdür
İndi isə həmin sıranı sadəcə tərsinə çevirəcək. Yəni reverse eləmiş olacaq. Onda ekrana nə əks olunacaq? Bu formada baxaq. D, S, A və A. Yəni yenə kiçikdən böyüyə düzür, amma nə edir sonda? Tərsinə çevirir bu elementləri. Yəni sort funksiyasına, sort metoduna parametr olaraq reverse-ünün dəyərini true etsək, yəni tərsinə çevirmə prosesini true eləsək, kiçikdən böyüyə düzdükdən sonra tərsini çevirir. Başqa cür nə deyə bilərik? Böyükdən kiçiyə düzür. Bu formada qeyd edə bilərik. Sözsüz ki, siz bunu yadda saxlamasanız belə nə edə bilərsiniz? İfadəni, siyahını daha doğrusu sort etdikdən sonra reverse eləyərsiniz və nəticədə eyni prosesi görmüş olarsınız. Bundan əlavə sort metodunun key deyə bir parametri daha var. Key parametri var. Key parametri necə işləyir? Bunu göstərmək üçün əlavə bir dənə də siyahı yazmaq istəyirəm. Gəlin yazaq. İndi isə dedik ki, sort metodunun key parametrindən danışmaq üçün əlavə bir siyahı götürək. Bu da olsun bizim ls3 siyahımız. ls3. Siyahımızın elementləri də olsun. Sadə formada stringlər yazacağım. Deyirəm ki, A. Daha sonra növbəti elementimiz olsun. Tutaq ki, C bu formada. Və növbəti elementimiz olsun, tutaq ki, N. 3 dənəsi məncə kifayət edir. İndi, əgər mən yazsam ki, ls3.sort, bu zaman siyahının elementləri ilk simvollarına görə müqayisə olunaraq kiçikdən böyüyə düzüləcək. Və qısası əslində fərq yaranmayacaq. Çünki həqiqətən də A, S və N ardıcıllığı, yəni kiçikdən böyüyə formada düzülüb. Yəni sort burada heç bir dəyişiklik eləməyəcək. Hətta burada A-nı A-da eləsəm, bunun da dəyişikliyi olsun deyə C, A, axırıncını da tutaq ki, D eləyirəm. Yenə də heç bir dəyişiklik olmayacaq. Niyə? Çünki dedik ki, ilk simvollarına görə müqayisə edir. Amma mən desəm ki, ls3.sort və key parametrindən istifadə eləmək istəsəm, diqqətli olaq, key parametri nə işə yarayır? Deyirik ki, sort metodu iterable'ın, yəni listin elementlərini sıralayır və key metoduna, daha doğrusu parametrindən verəcəyimiz funksiyanın return edəcəyi dəyərlərə əsasən sıralayacaq. Qısacası bir cümlə ilə ifadə edək. Sort metodu key parametrinə verəcəyimiz funksiyanın return edəcəyi dəyərlərə əsasən siyahının elementlərini sıralayır. Və mən bura len funksiyasını vermək istəsəm, diqqətli olaq və daha sonra deyirəm ki, print ls3. Nə edəcək? Len funksiyasını siyahının elementlərinə tətbiq edəcək və alınan dəyərlərə əsasən bunları kiçikdən böyüyə düzəcək. Nəticə etibarilə ekranda əks olunacaq olan ifadə olacaq N, daha sonra AD, daha sonra CD formasında. Yəni uzunluğuna görə müqayisə edib, kiçikdən böyüyə düzdür. Uzunluğu ən kiçik olan N idi, daha sonra uzunluğu 2 olan AD, daha sonra uzunluğu 4 olan CACD ifadəsi ekrana əks olunmuş olacaq. Yəni belə deyək, key parametri nə işə yaradı? Key parametrinə verəcəyimiz funksiyanı bir elementlərə tətbiq elədik və alınan qiymətlərə əsasən bu elementləri kiçikdən böyüyə düzdür. Bu da sort funksiyası haqqında, sort metodu haqqında danışacaqlarımız idi. Videomuz bu qədər. İzlədiyiniz üçün təşəkkürlər.